Hər birinizə salam, kanalıma və videoma xoş gəlmişsiniz. Mən bu videomu bir ay öncədən çəkmişdim, sadəcə editləyib paylaşa bilməmişdim. Burada liftdəyik gələnlərlə birlikdə. Sonra mən onları evə daşıyacağım və tək-tək açıb sizə göstərəcəm. Sadəcə göstərdiyim yerdə telefon çox uzaqda olduğu üçün səsim aydın eşidilmirdi. Ona görə səsimi bağlamışam. O hissəyə musiqi qoşacağam sizə. Xoş seyirlər. Çıxardıqlarım saç kremi və duş geldir. Bunları mən fabrikdən sifariş etmişəm. Anam və qardaşıma da məhsul vurduğunu düşünmüşəm ki, sifariş etdim ki, mənə göndərdiklərinin içində mənimkiləri qoysunlar. Sonra bu ağ paketin içindən çıxartdıqlarım soyuducu məhsullardır. Yəni soyudulmuş karavəs falandır, yağ falan. Bunları indi mən tək-tək soyuducu yerləşdirəcəm. Sonra yumuşaq sizə göstərəcəm. O şeylərin içində, butulkaların içindəkiləri sütdür. Onlardan mən qatıq hazırladım. Yeni paketin içindən çıxanlar mənə gündəlik istifadə üçün lazım olan mətbəx şeyləri idi və içərisində tərəvəzlər və meyvələr var idi. Ona görə çıxardıqlarımdan sonra onları çəkib sadəcə göstərdim ki, içində nə var idi. Hələlik xoş seyirlər. Bu yeni açılan kartların içində xaçapuri və şirniyyatlar var idi. Ön alt hissəsində isə göylər və yenə də tərəvəz var idi, pomidor, xiyar, biber falan var idi. Ona görə onu kənara qoydum. Evə gəldikdən sonra onları yerləşdirdim. Ümumi məhsulların hər birini, yəni sadəcə soyuducuya qoyduqlarımı dərsə getmədən əvvəl soyuducuya yerləşdirdim. Yerdə qalan gələnlərin hər birini isə dərsdən gələndən sonra yerləşdirirəm. Belə hər birini göstərirəm. Bunun içində yumurta var idi. Əvvəl çıxardığım bankanın içindəki isə turşu idi. Onların hər birini tək-tək göstərdim. Bunların içində birində nar şərab, ketçup, tomat, yenə turşu. İkinci göstərdiyim turşunu xalam mənə qoymuşdu. Dəsmal, sonra çıxardığım isə pesotdur. Sonra alınca turşusu, gavalı turşusu, tomat, pomidor və biber tomatı idi. Gavalı cemi və ketçup idi. Sonra çıxardığım bulğur,
mürəbbə, çiyələk mürəbbəsi hesablanan yazoğa, sonra mərci və qoz fındıq idi. Son çıxartdığım yadımda deyil tam. Sonra isə gedirəm paltar sumkasını açmağa. Paltar sumkasının içində kompüter var idi. Mən paltarların hər birini göstərmirəm, sadəcə paltarları çıxardıram, sonra isə kompüteri göstərməyə çalışıram. Orada ayaqqabım var idi qışlıq üçün. Sonra paltarlarından biraz çıxardıb kompüterə çatdıram. Kompüteri göstərdikdən sonra paltarların digərlərini boşaltmadım. Çünki mən dərsə gedəcəkdim. Universitetdə gecikməyim deyə, qayıt yazılmasın deyə hər birini otaqda qoydum və hazırlaşdım, universitetə getdim. Sonra məhsulların hər birini evdə necə göründüyünü göstərim. Bu altdakı tərəvəzləri mamam yuyub qoymuşdu. Sonra deyərsiniz niyə bunlar açıqdı falan. Ona görə rahat qoymuşdu. Korobka da təmiz korobka idi. Videonun sonuna gəldik. İnşallah bəyənərsiniz.